Salam dəyərli izləyicilər, Bakı Evlər kanalı izləyiciləri. Bakı şəhəri Nərimanov rayonu Təhsil Nazirliyinin yanında Qarabağ küçəsində, buradan Heydər Əliyev mərkəzinə də piyada məsafədə gözəl bir kompleksdə, yəni həyətdə bisetka, uşaq meydançası, uşaq əyləncəsi üçün atraksiyonlar, gözəl bir kompleksdə kupçalı 4 otaqlı mənzilimiz satışa çıxdı. 152 kvadrat ölçüdədir və 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Belə kvadrat şəkildə bir qonaq otağımız var. Mənzil tam əşyalı, texnikalı və bütün avadanlıqlarıyla gördüyünüz videoda nə görsəniz, hamısı bir yerdə, yəni qiymətə daxildir. Qiymət də sonda deyiləcək. Videomuza axıra kimi baxın. Başladıq hol hissəsindən. Gəlin sizə proyekti ümumi izah edeyim, proyekt necədir və sonra otaqlara gəzəyin, təmirlə, əşyalarla tanış olun. Giriş qapısı dəyişdirilib və ölçü, hündürlük hamısı otaqların dizaynına uyğun iç tərəfdən üzlənib, çöl tərəfdən də möhtəşəm bəzədilib. Qardırob otağı və çamaşırxana, əsas yataq otağı, daxilində hamam otağı, mətbəx, bütün texniki avadanlıqlarla mətbəx mebeli ilə tam doldurulub. Ümumi sanitar qovşağı hol hissəsində olan bir uşaq yataq otağımızdır, ikinci uşaq yataq otağıdır və bu geniş qapının arxasında qonaq otağı yerləşir. Qonaq otağı tam kvadrat şəkildə 37 kvadrat metr ölçüsədir, yəni tam kvadrat şəkildədir qonaq otağımız. Hol hissəsi, lazer kəsim qranitlər. Bu mənzildə harda qranit görürsünüzsə, hamısı isti döşəmədir. Patlok işləmələrimiz, gizli işıq, spot, lüstrlar taması vəziyyətlər. Qapıdan girdik. Sol tərəfdə downfon sistemi, elektrik xətləri burada cəmlənib və internet xətləri burada cəmlənib. Mənzildə işlənən elektrik qutuları və üzlüklər hamısı orijinal Panasonic'dir. Gəlin elə göstərdiyim kimi də proyekti mənzilimizi o cür necəcək. Hol hissəsindən yenə danışacağım sizə. Qardırob otağı və çamaşırxana. Samsung markalı böyük ölçüdə paltaryanımız burada yerləşir. Qabıyan mətbəxdədir. Hol hissəsi, travert işləmələr divarda, ümumiyyətlə mənzildə aboy işləməsi yoxdur. Sağ tərəfdə belə bir dirsuarımız qoyulub, arxası mərmər effektli Venesiya boyasıdır. Gözəl buralarla bəzədilib, gücsə ilə bəzədilib mənzilimiz, yanları güzgü işləmələr və belə. Neoklasik stildə təmir olunub mənzilimiz, lepka işləməsi çox azdır, müasir dəbə uyğun mənzil təmir olunub. Travert işləmələrdir, əl işləridir, hamısı yenə də qeyd edirəm, aboy işləməsi yoxdur. Gözəl tablolarımızı görürsünüz və elə gəlin əsas yataq otağı, belə davam edəyək mənzilimizi gəzəyin. Bura əsas yataq otağı. Pollar hazır, laklı bambuk parket, bütün yumşaq dəstlər yenə də burada da texnika hamısı yerləşdirilib, taxt qoyulub, hamısı dizayna uyğun yerləşdirilib, ortopedik matraslardan istifadə olunub, gəlib özünüz baxacaqsınız. Taxtın arxası belə parça işləmələr, güzgü işləmələr, tumbalar qoyulub, taxt üstü buralar, televizor öz yerində, Samsung markalı Twistnet belə yığılıb, arxası yenə də parça işləmələrlə, make-up qoyulub, tumbası qoyulub, arxası gizli işıqla, bütün otaqlarda AUX markalı kondisionerlərimiz yerləşir. Multisistemli bir motordan paylanır. Və yataq otağının bu birisi hissəsi stroynu, qardırob mebeli yığılıb, içi LED işıqlarla bəzədilib.
və belə içi dərinliyi də möhtəşəmdir. Yəni hər şey dizayna uyğun, gözəl bəzədilib. Patlok işləmələrimiz də var. Lustre spot, gizli işıqlar, mənzil çox işıqlıdır və yarı yel çəkən mənzildir. Deməli, pəncərələr açdığınız zaman mənzildə hava düzgün oynayır. Əsas yataq otağının sanitar qovşağı. Qapıdan girdik, üzbəüz moydadığımız yerləşir, arxası. Gəlin göstərim sizə işıqlı güzgümüz, unitaz, duş kabin, stroylu, yəni də divarçı, duş aksesuarları, patlok işləmələrimiz də var. Altıpan figurlarla yığılıb, patlok işləmələri deməli, sanitar qovşağında möhtəşəmdir, superdir. Deməli, gizli işıqlarla, spotlarla, havalandırma sistemi hamısı düzgün nəzərə alınıb. Belə patlok işləmələri hələm, yəni yeni təmirli evlərdə görmək olmaz. Çox gözəl bəzədilib mənzil. Davam edək, gəzək mənzilimizi. Qapılarımız 2.30-2.40 hündürlüyündədir. Yəni hündürlük bəlkə də 2 metr 40 sm, tacıda bir yerdə 2.50-2.60-a hündürləşir. Deməli, maşın kaskası ilə işlənmiş qapılarımızdır və ruçkalar hamısı maqnit ruçkalardır. Pol hissəsindəki lazer kəsim qranitlər mətbəximizdə də davam edir. Harda qranit görürsə bilin ki, isti döşəmədir. 4 nəfərlik masa qoyulub, daraq işləmələr, qara kantlar və gözəl yaşıllıqlarla mətbəxə daxil olduğumuz zaman sol tərəf belə bəzədilib. AUX kondisionerin də öz yerində. Buradan eyvana da çıxışımız var. Mətbəx mebelimiz tam quraşdırılıb, hələ bir də mətbəximiz var. Ondan da danışacağım sizə. Üstü tökmə mərmər. Deməli, divardakı məxmər boyalara uyğun tökmə mərmərimiz o cürlə dizayn olunub. Yəni, eyni dizaynda tökmə mərmər bura qoyulub. 2 moyka, qaz peci, aspirator, Bosch markalı sobalar və Toshiba markalı 4 qapılı soyucudan istifadə olunub. Tam stroylu patoloqa kimi mətbəximiz 3 mərtəbədən ibarətdir və Toshiba markalı deməli, televizorumuz da bura qoyulub. Gəlin sizə bir dənə də eyvandakı mətbəxi göstərim. İkinci mətbəxdən danışım sizə. Deməli, eyvanımızda yerləşir. Buranda pollar qranit, isti döşəmədir. İri qoxlu yeməklər üçün belə də bir mətbəximiz eyvanda nəzərdə tutulub. Burada da üstü tökmə mərmərdir, moydadır, qaz peci, şkaflar, yenə də stroylu, patoloqa kimi hamısı düzgün quraşdırılıb. Və kombi sistemi ən keyfiyyətli, o küzdən çəkər zəhmət olmasa, kombi sistemindən istifadə olunub. İsti polların kollektoru bu eyvanda yığılıb hamısı. Yəni gördüyünüz Nərimanov rayonunda ən möhtəşəm, ümumiyyətlə mən deyərdim Bakı şəhərində bu dəqiqə satışda olan çox mənzilləri çəkmişik, videolarımızı görmüşsünüz. Bakı şəhərində bu dəqiqə ən gözəl 4 otaqlardan birindəyik və gəlin davam edək gəzək mənzilimizi. Daxil olaq qonaq otağına. Pollar hazır laklı bambuk parket, çox keyfiyyətli bambuk parketdən istifadə olunub. Patlok işləmələrimiz də var. Gizli işıq spot, lustrlar tam asılı vəziyyətdə. Yumşaq dəstlər deməli qoyulub. Bir kreslo, 2 divan, qarşısında jurnalinlər. Belə bir. Deməli, burada bir də eyvanımız var. O eyvanı indi birazdan göstərəcəm sizə. AUX kondisioner öz yerində tam işləv vəziyyətdədir. 8 nəfərlik belə bir dizayna uyğun, yumşaq dəstlərə uyğun masamız yerləşir. 8 nəfərlik və sağ-sol divarlarda aksesuarlarla bəzədilib mənzilimiz. Gizli işıqlar, led işıqlarla deməli belə bir rəflər quraşdırılıb. Tumbalar, güzgü işləmələr, buralar və twistentin yeri. Böyük ölçülü yenə də burada televizorumuz qoyulub. Arxası mərmər effektli, Venesiya boyası, yanları daraq işləmələr, lepqa daraq işləmələr, arası gümüşü kantlarla və güzgülərlə bəzədilib. Gəlin burada nəyimiz qaldı? Gəlin eyvana keçəyim, bu eyvanda göstərim sizə. Daxil olduq qonaq otağındakı eyvanımıza. Burada taxta daraq işləmələrlə, yaşıllıqlarla bəzədilib. Buranda pollar qranit, isti döşəmədir və bütün mənzillərə paylanılan AUX markalı kondisionerin multisistemli bir motordan buradan hamısı paylanır otaqlara. Gəlin davam edək gəzək mənzilimizi. Hol hissəsindəki sanitar qovşağı, əla teksturada qranitlər, deməli moydadır da qranitdən istifadə olunub. İşıqlı güzgümüz,
fərqli növ, yenə də ortada taxta teksturalı qranitlə belə bəzədilib, divar içi imtiyazdan istifadə olunub, patolog işləmələr burada da gizli işıq spotlarla bəzədilib, belə fiqurlarla yığılmış sanitar qovşağı hələ ki mənzillərdə görməmişəm. Havalandırma sistemi və duş kabin hissəsi burada stroynu qalıb, divar içi də duş aksesuarlarından istifadə olunub, burada fərqli teksturada qranitlərlə işlənib. Və qaldı iki uşaq yataq otağımız. Gəlin birinci uşaq yataq otağını göstərək. Birinci uşaq yataq otağı ikili kravatdan istifadə olunub, yataq dəstindən 6 gizli işıqlarla möhtəşəm, super görsənir. Üzbəüz televizor qoyulub və belə bir make-up burada nəzərə alınıb. Arxası parça işləmələr, divarlar yenə də travert işləmələr, qardırob mebeli, yenə də stroynu, divar içi burada nəzərə alınıb. Aux markalı kondisionerimiz də öz yerində. Gəlin davam edək. Qaldı deməli üçüncü yataq otağı. Burada bir fərqli yataq otağımızdır. Yumşaq dəstlər hamısı yerləşdirilib, arxası parça işləmələr, daraq işləmələr, güzgü işləmələr, patolog işləmələrimiz də var. Lüstr, gizli işıq, spot, aux kondisioner, make-up buradadır. Arxası led işıqla, tumbası qoyulub, televizor öz yerində və yenə də burada divar içi qardırob mebelindən istifadə olunub. Dərinliyi də verdi. Yan işləmələr də yəni açıq belə qalıb, içləri led işıqlarla bəzədilib. Və belə dəyərli izləyicilər, bu mənzil barədə ümumi məlumat verim sizə. Yerləşir Nərimanov rayonu Qarabağ küçəsi Təhsil Nazirliyinin arxasında və Heydər Əliyev mərkəzinə piyada bir məsafədə. Binanın sənədlərimiz kupçadır, yəni çıxarış. 17 mərtəbəli binanın 15-ci mərtəbəsində 152 kvadrat 4 otaqlı, tam əşyalı, texnikalı mənzil təqdim elədim sizə. Bu mənzilin start olaraq qiyməti 595.000 manatdır. Real alıcılar əlbəttə ki indirim var. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.